Qarşılaşma dünən Təbriz vaxtı ilə 19:30, Bakı vaxtı ilə 20:00-da Əhvazın Fulad Arena stadionunda baş tutub. Oyunun ilk yarısında qapılara top vurulmasa da, ikinci yarının birinci dəqiqəsində Təbriz təmsilçisi hesabı açıb. Oyun 90 dəqiqədə 1-0 Traktorun xeyrinə başa çatıb. İran futbol tarixində nadir hallardan biri olaraq oyuna 24 dəqiqə əlavə vaxt artırılıb. Əlavə vaxtın 18-ci dəqiqəsində Traktora qarşı vurulan penalti cərməsindən sonra hesab 1-1 olub. Əlavə vaxtın sonuncu 24-cü dəqiqəsində Təbriz komandası vurduğu qolla hesabı 2-1 edərək qələbəsini qətləşdirib. Bununla da 26 oyunda 61 xal toplayan Traktor komandası turnir cədvəlində liderliyini qoruyub saxlaya, çempionluğa daha da yaxınlaşa bilib. Qeyd edək ki, qarşılaşmanı izləmək üçün Güney Azərbaycan və İranın müxtəlif şəhərlərindən çox sayda azərbaycanlı Əhvaza gedib. Bununla yanaşı bir neçə şəhərdə, o cümlədən Qoşaçay və Xoy şəhərinin mərkəzi meydanlarında quraşdırılmış böyük ekranlarda Traktor Fulad qarşılaşması canlı yayılıb. Hər iki şəhərdə meydanlara toplaşan traktorçular Azərbaycan var olsun, istəməyən yox olsun şüarları səsləndiriblər. Bu, yerli sosial media platformalarında Xoy, Qoşaçay, traktor eşqi ilə dalğalandı başlıqları ilə yayımlanıb. Bununla yanaşı iki komandanın oyunu həm də Xuzistan ərəblərinin traktorçulara qarşı mehriban münasibəti, bir qrup ərəb azarkeşin stadionda Azərbaycana qarşı sevgilərini bildirən Yaşasın Azərbaycan plakatları, yazılı vərəqələr qaldırmaları ilə yadda qalıb. İdman mediası bu qarşılaşmanı Premyer Liqanın ən maraqlı və həssas oyunu adlandırıb.